Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 31-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Oxşar daha sadə məsələ həll etməklə. 1. Oteldə hər otağın divarlarının ümumi sahəsi 80 kvadrat metrdir. Bir rulon divar kağızını 10 kvadrat metr sahəyə yapışdırmaq olar. Bir belə rulonun qiyməti 15 manatdır. Otelin 5 otağına alınan bu divar kağızı üçün neçə manat pul ödəmək lazımdır? Bunu tapmaq üçün birinci 80-i 10-a bölürük, eləyəcək 8. Sonra 5-i 8-ə vururuq, eləyəcək 40. Çünki tapmalıyıq ki, bu sahə nə qədər lazımdır da, 5 otağa nə qədər lazımdır. Sonra da 40-ı 15-ə vururuq. Burada tapdığımız cavab var. Onu da bir belə rulana, yəni 15 manata vururuq. 40 vurulsun 15 bərabərdir 600. Cavab 600 manat. 2. 5 dost görüşdü. Hər dost digər dostlarının hər birinə bir şəkil hədiyyə etdi. Onlar bir-birinə cəmi neçə şəkil bağışladılar? Göstəriş. Əvvəlcə 3 dostun bir-birinə neçə şəkil hədiyyə etdiyini tap. Onu tapmaq üçün 3-ü 2-yə vurarıq, eləyər 6. Niyə 3-ü 2-yə vururuq? Çünki hamısı, məsələn, tutaq ki, bu 3 uşaqdır. İndi bu ikisi uşaq bunlardan ayrı qalıb da. Bunları götürək. Bu 3 uşaq deyəm və bunlardan hamısı bir-birinə hədiyyə vermək üçün nə qədər olar? Bu, məsələn, tutaq ki, bu oğlan həm buna, həm buna, bu qız həm buna, həm buna, hamısında da 2 dənə verir. Ona görə 3-ü 2-yə vururuq, eləyir 6. Sonra bu məsələdə tapmaq üçün 5-i 4-ə vururuq, eləyir 20. Cavab 20. 3. Usta şəkildəki naxışı düzəltmək üçün cəmi neçə kiçik üçbucaqdan istifadə etdi? 16 vurulsun 4 bərabərdir 64. Bunu tapmaq üçün burada olanları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Sonra 16-nı da 4-ə vururuq. Çünki burada nə qədər var? Çünki burada 4 dənə yer var. Yəni 16 vurulsun 4 bərabərdir 64. 4. Yeni il şənliyinə hədiyyə bağlamalar düzəltmək üçün 32 peçenye, 45 vafli və 16 şokolad aldılar. Bir bağlamaya 2 peçenye, 4 vafli və 1 şokolad qoyulur. Alınan şirniyyatdan neçə hədiyyə bağlaması düzəltmək olar? Deməli, burada 32-ni 2-yə bölürük birinci. Eləyir 16. Sonra isə 45-i 3-ə bölürük. Eləyir 15. 16-nı da 1-ə eləyəcək 16. Cavab 15. B. Turist səhər 1 saat yol getdikdən sonra 15 dəqiqə fasilə edir. Turist getdiyi yolda ümumilikdə 4 saat velosiped sürdü. O bu müddət ərzində neçə dəqiqə fasilə etdi? Bura bir dənə gəlin şəkil üsulu ilə həll edək bunu. Bura bir dənə yol kimi bir xətt çəkə bilərsiniz. Fərqi yoxdur nə çəkirsiniz çəkin. Ancaq bir xətt kimi olsun. Burada da hamısını belə yazırsınız. 1 saat, 15, 2 saat, 15, 3 saat, 15, 4 saat. Hər xətt 15 dəqiqədir. Hər xətt 15 dəqiqədir burada. Yəni burada 3 xətt var. Bunlar da 15 eləyir. Birinci yerdə 1 saatdır, ikinci yerdə 2 saat, üçüncü 3 saat, 4-də 4 saat var. Bildi, sonra burada 3 saat
4 saat gedib və bu nə qədər fasilə eləyib. Bunu tapmaq çox asandır. İndi biz bu cədvəl çəkmişik axı şəkli, yolu. Bunu tapmaq artıq çox asanlaşdı. Baxırıq neçədən 15 yazmışıq, neçədən xətt var. Bir dənə, 2 dənə, 3 dənə. Deməli 3-ü də 15-ə vururuq, eləyir 45. Cavab 45 dəqiqə. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.